Şərq Anadolu mifologiyasında mənim ən sevdiyim, eləcə də demək olar ki, ən məşhur mifoloji obraz Şahmərandır. Şahməranın hekayəsini əvvəlcə danışmaq istəyirəm. Deməli, əsasən Türk, Kürd, əsasən Anadolu, Mardin, Hatay tərəflərdə bu mifologiya məşhurdur, yəni ora aiddir və eyni zamanda da qəribə şəkildə oradakı yaşayan insanlar bir növ folk horror deyərdim buna. Hələ də Şahmeranın gerçək olduğuna inanırlar. Elə bir qala da var və ilanlar, yəni müxtəlif tərəflərində deşiklər var və ilanların yaşadığı bir qaladır. TRT1-in illər əvvəl bir bəlgəsəlini izləmişdim, hansı ki o ərazidə yaşayan insanlar danışırdılar və deyirdilər ki, Şahmeran gerçəkdir. Yəni iddia edirdilər ki, onlar insan üzdü, daha doğrusu qadın üzdü, bədəni ilan, başı insan başı olan bir obraz görüblər. Yəni bir yox, bir neçə adam bunu iddia eləyir və əsasən o bölgələrdə də mən özüm də bunu Anadoluya səyahət edəndə görmüşdüm ki, evlərində Şahmeranın rəsmlərini asırlar. Bunun da mənası odur ki, bir növ xalq o mifologiyaya inandığı üçün özlərini Şahmeranın, yəni ilanların şahının ilanların belə deyim hücumundan qorumaq üçün, yəni günün bir günü maranlar, yəni ilanlar Şahmeranın insanlar tərəfindən öldürüldüyünü bilmirlər. Amma onu öyrəndikləri gün ilanlarla insanlar arasında müharibə başlayacaq. Yəni ilanlar insanlara hücum edəcəklər. Və bu hücum günü gələndə insanlar özlərini bir növ qorusunlar deyə Şahmeranın rəsmlərini asırlar divara. Yaprak dökümündə də Ali Rızanın çalışma otağında Şahmeranın fonunda görə bilərsiniz. Deməli ki, Ali Rızanın da bir ilan fobisi var və hekayənin özünə danışım. Şahmeranın bütün mifologiyalarda olduğu kimi bir versiyası yoxdur. Bir neçə versiyası var. Versiyaların birində dostları ilə deməli adam Cəmşad deyilir adı. Onlar bal toplamağa çıxarkən dostları Cəmşada xəyanət eləyirlər. Çünki onlar Cəmşad olmasa balın bölmək məcburiyyətində qalmayacaqlar. Bir növ həm xəyanət, həm də tamahkarlıq var hekayənin başlığında və Cəmşadı quyuda atırlar, yəni onu quyudan çıxartmırlar. Cəmşad quyudan gedərkən qəribə başqa bir dünyaya düşür, sehirli bir dünyaya düşür və deməli burada ilk dəfə Şahmaranı görür. Şahmaran farscadan tərcümədə maran, ilan deməkdir. Şah da bildiyimiz şah, yəni ilanların şahı mənasına gəlir və Şahmaran Cəmşadı qəbul eləyir və ona burada sonsuz nemətlər verir, yaşam haqqı verir. Amma tək şərti olur ki, yəni dünyaya getməyəcəksən və mənim də sirrimi deməyəcəksən. Çünki Şahmaran insanların daha öncədən də egoist, xəyanətkar olduqlarını, onlara etibar edilməməli olduğunu gördüyü üçün Cəmşada əsla güvənib bu dünyanı, yəni ilanların o altda yaşadıkları, yerin 7 qat altında yaşadıkları dünyasını görüb onu inanaraq dünyaya qoya bilməzdi. Çünki o zaman Cəmşad insanlara gedib ilanların yerini deyəcəkdi, onların sirrini deyərdi. Və deməli illərlə 7 il elə deyəsən Şahmeran onlarla, o ilanlarla birlikdə yaşayır. Bəzi hekayələrdə Şahmeranla Cəmşad arasında sevgi hekayəsi olduğu keçib. Bəzilərində isə bu motiv yoxdur. Və hətta Şahmeran da deyir ki, Cəmşadın hekayəsini dinləyir. Deyir ki, insanlar çünki Cəmşadı, dostları tamahkarlıq və xəyanət səbəbi ilə quyuya tərk eləmişdilər. Deyir ki, insanlar bu qədər il keçib hələ də dəyişməyib. İnsanlar hələ də tamahkardılar, hələ də xəyanətkardılar. Və Cəmşada buna görə qapısını açır. Amma illər sonra Cəmşad artıq deyir ki, mən yəni buradayam, mənim sadəcə bir anam var və ondan xəbərim yoxdur illərdir, bəlkə də ölübdür. Yəni mən ona xəbər tutmaq istəyirəm. Şahmaran isə ona yenidən güvənir, bir insana yenidən güvənir və Cəmşada tək bir şərt qoyur. Deyir ki,
mənim yerimi qətiyyən heç kimə bildirmə. Çünki dediyim kimi insanlar onun yerini öyrənsələr ona hücum eləyəcəklər. Şahmərana hücum eləmək səbəbi də Şahməranda dünyanın bütün xəstəliklərin şəfası var. Yəni bir növ güc, şəfa mənbəyi olaraq təsvir edilir. Beləcə Camşada inanır və onu buraxır. Camşad isə burada da hekayənin bir neçə versiyaları var. Bir versiyasına görə şahın qızı xəstələnir və o deyir ki, bir şəfa olaraq bunun tək çarəsi Şahməranın ətidir, yəni ilanın ətidir, amma heç kim də onun yerini bilmir. Sadəcə yer kürəsində bir nəfər onu görübdür və bunu da öyrənməyin tək yolu həmən adamı su ilə təmas etdirmək. Çünki su ilə təmas edilsə, həmin adamda ilan dərisi görünəcək. Şahməranın hamamları da var. Hətta hələ də Anadoluda, Mardin tərəflərdə bu hamamlar məşhurdur. Və deməli, bu səbəbdən də insanları kütləvi şəkildə hamamlara aparırlar. Cəmşad hekayənin birində qaçmaq istəyir. Amma onu tuturlar, yəni anlayırlar ki, o axtardıqları odur. Ona işgəncə verirlər. Nə qədər işgəncə versələr də o Şahməranın sirrini demir. Daha sonra isə sevdiyi qızla anasına işgəncə verirlər. Amma artıq burada dözmür, məcbur qalıb onları xilas eləmək üçün Şahməranın yerini deyir. Yəni Şahmərana xəyanət eləmiş olur. Hekayənin bir versiyası budur. Bir versiyasında isə Cəmşad özü bilərək, yəni şiddət filan görmədən özü bilərəkdən şaha Şahməranın yerini bildirir. Və daha sonra onlar Şahməranı 7 qatından tapırlar və onu öldürərək deməli şahın qızını xilas eləmək istəyirlər. Burada Şahməran deyir ki, mən sadəcə sirrimi bir adama verə bilərəm, o da Cəmşada və onları o sirri versin deyə tək buraxırlar və mifologiyaya görə onlar tək qalarkən ölmədən öncə Şahməran bütün bildiyi hikməti, bütün yer kürəsinin bütün sirləri, çünki Şahməranda olur yerin və göylərin sirri və o bütün hikmətini Cəmşada verir və deyir ki, yəni mənim başımı yesə şəfa tapacaq. Burada da dəyişikliklər var bədəninin hissələri ilə bağlı. Ətimi yesə sağalacaq və yaxud da, çünki ilan dediyim kimi həm öldürəcək qədər zəhərlidir, həm də öləcək qədər zəhərdən, ölümcül xəstəlikdən xilas edəcək qədər güclü bir şəfa verir. Yəni həm öldürür, həm sağaldır. Eyni dərəcədə güclüdür. Ona görə mifologiyalarda çox mürəkkəb olduğu üçün çox hər tərəfli işlənir. Dediyim kimi insanın İbrahimi dinlərdə yaradılış hekayəsində də ilan eləcə şeytan cildinə girib, daha doğrusu şeytan ilan cildinə girib insanı yoldan çıxartmışdı. Yəni bir çox dildən oxuya bilərik. Şahməran hekayəsində isə qadının hikmətli, amma eyni zamanda da patriarxal tərəfindən, yəni patriarxal dediyim şah tərəfindən o qadının hikmətinin boğulması, öldürməsi, yəni bilgili qadın, hikmətli, şəfa verən qadın, yəni ilan qadın Şahməran olduğu üçün kral tərəfindən öldürülür. Onun bilgisi alınmaq istəyir və öldürülür, yox edilmək istəyir. Bunu arxetiplərlə, bir toplumun arxetipləri ilə belə oxumaq olar. Qadına olan münasibətini oxumaq olar. Və beləcə o gündən sonra Cəmşad bildiyimiz Loğman həkim, dünyanın bütün sirlərini bilən, Şahməranın artıq onun sirlərini vermişdi. Loğman həkim olur və aptekçi olur. Ona görə də apteklərdə çox vaxt ilan təsvirləri olur. Yəni Şahmərandan gəlir bunun hekayəsi və Loğmanın dediyim kimi hekayəsi olur. Deməli, bu mifologiyanın Serenay Sarıkayanın başrolunda oynadığı Bir Türklər serialını çəkmişdi. Çox bərbad serial idi. Bunun da səbəbi düşünürəm ki, şərq toplumlarında baxmayaraq ki, şərq mifologiyası heç də qərb mifologiyasından geri qalmır. Hətta deyərdim ki, daha çox gotik, folk nağıllar var, əfsanələr var, amma film olaraq incəsənətdə bunların əksini görmürük biz. Yəni fantaziya filmləri, fantastik filmlər daha doğrusu, qorxu filmləri yox səviyyəsindədir. Qorxu filmləri də dediyim kimi əsasən toplumların qorxularını izlədiyimiz cəhalət
mövzunları təkamülünü izlədiyimiz filmlərdir. Və şərq toplumunda fantastik filmlər və yaxud da ki, qorxu filmləri, qorxu ədəbiyyatı, fantastik ədəbiyyat yox səviyyəsindədir. Fantastik ədəbiyyat deməzdim, yəni şifahi xalq ədəbiyyatı, əfsanələr kifayət qədər genişdir, amma yəni onların film adaptasiyaları yoxdur. Ona görə də bu film demək olar ki, ilklərdən idi. Bir Serenay Sarıkaya'nın da dediyim kimi çəkildiyi əfsanəvi, fantastik bir filmdir. Amma yəni bu janr türklərin baxmayaraq ki, dramları məsəl üçün çox yaxşıdır. Komediyaları qəribə şəkildə, mizahda türklər çox güclü olsalar da, bizim komediya filmlərində uğursuzdur. Dramlarda yaxşı olduqları kimi fantastik filmləri çəkə bilmirlər, yəni uğursuzlar. Bunun da bir rejissoru günahlandırmaq olmaz. Çünki toplum olaraq, yəni fantastik filmləri bizim də cəmiyyətdə bu var. Dediyim kimi uşaq filmləri olaraq arxetipləri oxuya bilmədikləri üçün, metaforları oxuya bilmədikləri üçün, yəni səthi əslində dediyim kimi uşaq ədəbiyyatı böyüklərin ədəbiyyatından daha çətindir oxuması və yaxud da ki, mifologiyaların, çünki arxetipləri oxumalısan. Amma yəni bizdə qeyri-ciddi yanaşıldığı üçün bizim toplumlarda əlbəttə ki, burada din faktoru da var. O birisi videolarda çox danışmışam, amma din faktorunu da görməzdən gəlmək olmaz. Bu bütün səbəblər, yəni bu səbəblərdən film adaptasiyası Şahmeranın uğursuz idi. Mən bir sezonunu, yəni demək olar ki, bir günü izləmişdim. Əslində bəyənmədim deyə bilmərəm, amma adaptasiya olaraq yəni o qədər də xoşum gəlmədi filmdən. Yəni daha yaxşı Şahmeran, çünki çox geniş bir arxetip olan bir mifologiyadır. Ümumilikdə bunlara dediyim kimi, yəni folk horror deyilir. Toplumların qorxusu, yəni əsasən yayıldığı, mifologiyanın yayıldığı əraziyə baxırıq. Dediyim kimi Anadolu, Mardin, Hatay tərəflər. Bu coğrafiya olaraq çox isti bölgələrdir. Adana filan tərəflər. Çox isti bölgələr olmasına səbəbi ilanlar əsasən, yəni gəlib Norveçdə olmayacaq. Təbii ki, Hatayda, Mardində olacaq və oralardakı o ilan deşiklərinin olması da belə bir əfsanənin formalaşmasında böyük rol oynayıbdır. Yəni coğrafiya səbəbləri də var. Amma eyni zamanda da Şahmeran mifologiyasından Anadolunun, yəni türklərin qadına olan münasibətini görürük. Dediyim kimi oradakı kralın Şahmeranı tapıb öldürməsi, şəfa verən güclü bir qadının patriarxaldan gizlənib, cəmiyyətdən gizlənib yerin 7 qatında gizlənməsi, öz gücünü gizlətməsi kişilərin diktəsi, yəni dominantlığını toplumda göstərir. Hansı ki, nəticə də qaçılmaz olur. Yenidən şah, yəni nəticə olaraq o qadın gücünü tapır və onu öldürür. Və eyni zamanda da Cəmşad, yəni Loğman həkim deyə tanıdığımız həkimin də hekayənin əvvəlində necə ki, Cəmşadı dostları acgözlük, tamahkarlıq olaraq xəyanət edib onu quyuya atmışdılar. Yəni onu yarı yolda qoymuşdular. Əslində Şahmeran yəni bunu bilirdi, amma yenidən Cəmşad onun dostları kimi, yəni heç də o dostlarından fərqlənmir. O da eyni ilə Şahmeranın güvənini suistismar eləyir, yəni onu aldadaraq onun yerini deyir, onun ölümünə səbəb olur. Hekayənin davamında belə nəql edilir ki, maranlar, yəni ilanlar, yerin altında yaşayan ilanlar ona görə yerin altında gizlənirlər ki, Şahmeranın insanlar tərəfindən öldürüldüyünü bilmirlər. Əgər nə vaxtsa onlar Şahmeranın insanlar tərəfindən öldürüldüyünü öyrənsələr, onlar yerin üst qatına çıxacaqlar və insanlara müharibə elan edəcəklər. Məhz bu səbəblərdən də dediyim kimi, videonun əvvəldə dediyim kimi, insanlar evlərinə Şahmeranın rəsmlərini, Ali Rıza belə hətta divara saxlayırlar. Divarlarda təsvirlərini görə bilərik Şahmeranın. Bu da ən az deyərdim ki, bizim Yunan mifologiyasında Meduza nədirsə, Türk şərq mifologiyasında da Şahmeran eyni dəyərdədir deyirəm və videonu kameramın lənətə gəlsin deyərək sonlandırıram.